Salam. Bu videoda riyazi analizin maraqlı bir məsələsinin həllini verəcəm. Məsələni bir teorem olaraq yazmışam. Deməli, teorem belədir ki, bütün ədəd oxunda təyin olunmuş, kəsilməz, sabit olmayan dövrü funksiyanın ən kiçik müsbət dövrü, yəni əsas dövrü vardır. Məlumdur ki, hər dövrü funksiyanın əsas dövrü olmur. Məsələn, sabit funksiyanın əsas dövrü yoxdur. Sıfırdan fərqli istənilən həqiqi ədəd sabit funksiyanın dövrüdür və ən kiçik müsbət həqiqi ədəd yoxdur. Deməli, bu teoremdəki sabit olmama şərti vacib şərtdir. Sadəcə sabit olmamaq da kifayət etmir. Məsələn, Dirixle funksiyasının, sabit olmayan bir funksiyadır Dirixle funksiyası, istənilən sıfırdan fərqli rasional ədəd Dirixle funksiyasının dövrüdür və ən kiçik müsbət rasional ədəd yoxdur. Deməli, sadəcə sabit olmamaq kifayət deyil. Amma əgər funksiya kəsilməz, sabit olmayan dövrü funksiya olsa, onun ən kiçik müsbət dövrü olacaq. İndi bunun isbatını verəcəm. Deməli, f funksiyası deyək ki, həqiqi ədəd çoxluğunda təyin olunub, kəsilməzdir. Bir sözlə f seyirdə bir funksiyadır, kəsilməz bir funksiyadır. Sabit funksiya deyil, sabit olmayan funksiyadır. Sabit olmayan funksiyadır. Teoremin şərti və dövrü funksiyadır. Dövrü funksiyadır. İspat eləyəcəm ki, bu funksiyanın ən kiçik müsbət dövrü var. Müsbət dövrlərin ən kiçiyi var. Müsbət dövrlər təbii ki var. Dövrü funksiya olduğuna görə ispat eləyəcəm ki, müsbət dövrlərin ən kiçiyi vardır. İndi f funksiyasının müsbət dövrləri çoxluğu x olsun. Böyük x olsun. Təbii ki, bu x boş deyil. Çünki funksiya dövrü funksiyadır. X həqiqi ədəd çoxluğunun alt çoxluğudur və bu x boş çoxluq deyil. Funksiya dövrü funksiya olduğuna görə boş çoxluq deyil. Və x aşağıdan məhduddur təbii ki. X-in elementləri müsbət ədədlərdir. X çoxluğu aşağıdan məhdud olduğundan, aşağıdan məhdud çoxluq olduğundan təbii ki və boş deyil, aşağıdan məhdud boş olmayan çoxluğun infinumu var. Dəqiq aşağı sərhəddi var. Olduğundan infinum x vardır. Bunu bilirik. İndi bu çoxluğun infinumuna t0 deyəcəm. T0 olsun. Təbii ki, aydındır ki, t0 sıfırdan böyük bərabərdir. Sıfır da ola bilər. T0 böyük bərabər sıfır. Sıfır aşağı sərhəddir və T0 dəqiq aşağı sərhəddir. Dəqiq aşağı sərhəd istənilən aşağı sərhəddən böyük ya da bərabərdir. İndi infinuma yığılan bir ardıcıllıq var. Elə tnlər olacaq ki, x-da, elə tnlər olacaq ki, x-da. Təbii ki, bu tnlər T0'a yığılacaq.
infinuma yığılan ardıcıllıq vardır hər zaman. İndi funksiya t-lər dövrdür. İstənilən x daxildir. R üçün biz nə bilirik? F x plus t-lər fx-a bərabərdir. Bunu bilirik. Və funksiya kəsilməz olduğuna görə x plus t-lər x plus t0-a yığılır. Limitə keçsək fx plus t0 bərabər fx alarıq. Eyni mənada tərifdən çıxar bu. İndi əgər bu t0 0 olmasa, t0 dövr olacaq onda. Çünki istənilən x üçün bu ödənir. Amma t0 0 olsa dövr olmayacaq təbii ki. İndi göstərək ki, t0 0 deyil, müsbət ədəddir. O zaman teorem ispat olmuş olacaq. Niyə? Çünki istənilən x daxildir r üçün qırmızını göstərsək əgər, istənilən x daxildir r üçün bunu bilirik və t0 da müsbət ədəddir. Buradan nə çıxar? Bu ikisindən alınacaq ki, t0 x-dadır. Yəni t0 dövrdür, müsbət dövrdür. Və t0 x-in infinumudur. Və əgər element çoxluğa daxildirsə, infinum avtomatik minimum olur. Buradan da anlar ki, t0 minimum x-dir. Yəni x-in ən kiçik elementi var. Bununla da teorem ispat olmuş olur. Demək ki, biz bu qırmızını göstərsək, t0-ın müsbət olduğunu ispat eləsək, artıq məsələ bitmiş olacaq. Bunu ispat eləyəcəm indi. t0 müsbət ədəddir. Əksini fərz edək. Əksini fərz edək. Deyək ki, t0 0-dır. Müsbət olmasa 0 olacaq. Çünki t0 0-dan böyük bərabərdir. Müsbət deyilsə 0 olmalıdır. t0 deyək ki 0-dır. İndi infinum x t0-dır. t0 da 0-dır. Infinuma yığılan bir ardıcıllıq götürmüşdüm. t-lər. Deməli, t-lər t0-a yığılır. Deməli, t-lər 0-a yığılır. Çünki t0 0-dır. İndi fx funksiyası sabit olmayan dövrü funksiya olduğundan elə 0 kiçikdir a kiçikdir b var ki, üçün deməyək, ədədləri vardır ki, f-a kiçikdir f-b olar. Bunu deyə bilirik. Bunu ispat eləmək asandır. Necə ispat edəcəyik bunu? Baxaq. İndi sabit olmadığına görə elə x1, x2 var ki, r-də. x1, x2-dən fərqlidir və deyək ki, fx1 də fx2-dən fərqli olur. Deyək ki, fx1, fx2-dən balacadır, məsələn. Fərqlidirsə, ya bu olacaq, ya da ki, fx2, fx1-dən balaca olacaq. İkisindən biri olacaq, təbii ki. İndi, ümumiliyi pozmadan deyək ki, x1, x2-dən balaca olsun. x1, x2-dən fərqlidir, bu olsun. İndi, əgər qırmızı, yəni x1, x2-dən kiçik, bu olsa, bu ikisi olsa, o zaman bitdi. A olaraq x1-i seçərik, B olaraq x2-ni seçərik. Amma müsbətlik yoxdur, müsbətliyi təmin edəcəm sonra. Onu göstərəcəm. Ya, x1 x2-dən balaca olacaq, fx1 də fx2-dən balaca olacaq. Yox, əgər digərsi olsa, yəni onsuz da bunu fərz eləmişəm,
Qırmızı olsa bitti. İndi qırmızı olmasa bu birisi olsa o zaman necə göstərəcəm? İndi deməli funksiya dövrü funksiyadır təbii ki. fx2, fx1-dən deyək ki, balacadır. O zaman nə olacaq? Deməli, təbii ki, elə bir kanat ədədi var ki, məsələn, x1 plus k t1, t1 dövrdür. Yəni, hər hansı bir müsbət dövr götürsəm olar, məsələn, t1 götürdüm. Böyüdür x2, təbii ki, yəni. Niyə? Çünki x1 plus k t1, k vur t1, k ixtiyari bir notada da olsa, o sonsuzluğa gedir. Yəni, elə bir kanotada olacaq ki, bu ödənsin. Artıq bitdi o zaman. Niyə? Çünki fx2, fx1-dən kiçik fərz etdik. Bunu fərz etmişik. Digərsi olsa bitdi. Və bu da f x1 plus kt1-ə bərabərdir funksiya dövrü olduğuna görə. Burada kanot ədəddir. Bitdi artıq. Yəni x2 x1 plus kt1-dən balacadır və f(x2) də f(x1 plus kt1-dən balacadır. İndi deməli, əslində biz göstərdik ki, elə AB var ki, AB-dən kiçikdir, FA da FB-dən kiçikdir. A olaraq x2-ni seçərik, B olaraq da x1 plus kt1 seçərik bu halda. Diğer halda da əgər x1 x2-dən balacadırsa, fx1 də fx2-dən balacadırsa, A olaraq x1-i, B olaraq x2-ni seçərik. Bunu göstərdik. İndi A ilə B-ni müsbət necə fərz edir? Məsələn, A-nı müsbət seçə bilərəm. A müsbət olmasa, təbii ki, elə bir notodada olacaq ki, elə bir n notodada var ki, təbii ki, A plus nt müsbət olar. nt1, t1 dövrdür, təbii ki. Bu olacaq, təbii ki. Və A plus nt1 kiçikdir B plus nt1-dən və bu da müsbətdir. Və A plus nt1-dəki dəyər f-adır. Bu da B-dəki dəyərə bərabərdir və kiçikdir. Yəni A olaraq A plus nt1 seçərik, B olaraq B plus nt1 seçərik. Bir sözlə bunu ispat elədik artıq. Elə 0 kiçikdir, A kiçikdir, B var ki, f-a f-b-dən kiçikdir. Bunu ispat etdik. Sabit olmayan dövr funksiya olduğuna görə bunu göstərmək olduqca asandır. Bu bizə lazım olacaq. Gözləsin. Aha. İndi başqa bir fakt daha göstərəcəm indi. Göstərək ki, bu da önemli. Elə bir delta müsbət ədədi var ki, istənilən x A-nın delta ətrafındadırsa və istənilən y-də B-nin delta ətrafında olsa, o zaman fx kiçikdir fy olar. Bunu göstərəcəm. Bu nə deməkdir? Bunun açılımını yazın. Bu A minus delta, A plus delta deməkdir. A-nın delta ətrafını belə işarə edirəm. Yəni, A-nın elə bir delta ətrafı var ki və B-nin elə bir delta ətrafı var ki, A-nın delta ətrafında olan istənilən nöqtədəki dəyər B-nin delta ətrafında olan istənilən nöqtədəki dəyərdən kiçikdir. Bunu ispat edəcəm indi. Bu əslində kəsilməz funksiyanın lokal xassələrindən çox asanlıqla alınır, amma mən onu ispat edəcəm indi. Əksini fərz edək. Deyək ki, istənilən delta üçün elə bir x delta var ki, A-nın delta ətrafında və elə bir y delta var ki, B-nin delta ətrafında üçün fx delta böyük bərabərdir fy delta. Yəni, yuxarıdakı buna ulduz münasibəti deyirəm. Deyək ki, bu ulduz münasibəti ödənmir. O zaman onun əksi bu olacaq. O zaman mən delta olaraq 1 bölən seçsəm, delta 1 bölən olsun, delta bərabər 1 bölən seçdim. Onda elə bir, əslində x 1 bölən, amma mən ona xn yazacağım. Xn var ki,
A-nın 1 böləni ətrafında və elə Y-n olacaq ki, B-nin 1 böləni ətrafında üçün f x-n böyük bərabər olacaq f y-n. İndi bu nə deməkdir? Bu o deməkdir ki, x-n ilə a arasındakı məsafə 1 bölündən kiçikdir. Buradan alınar ki, x-n a-ya yığılır. Analoji digərisi də. Burada y-n ilə b arasındakı məsafə 1 bölündən kiçikdir. Buradan da çıxar ki, y-n b-yə yığılır. İndi kəsilməzliyin heyni tərifinə görə, heyni mənada tərifə görə f(x)in, f kəsilməzdir, f(a)ya yığılacaq. Buradan da anılacaq ki, f(y)in f(b)yə yığılacaq. Və burada limitə keçsəm, bərabərsə limitə keçə bilərəm. f(x)nin limiti f(a)dır, f(a) böyük bərabər f(b) əldə edəcəm. Bu da ziddiyyətdir. Çünki baxın, burada f(a) f(b)dən kiçikdir. Ziddiyyət. Deməli, ispat elədik ki, elə bir delta müsbət ədədi var ki, istənilən x daxildir A-nın delta ətrafında və istənilən y daxildir B-nin delta ətrafında olanda fx kiçikdir fy olur. Bunu ispat etdim. Təbii ki, hər hansı bir delta bu münasibəti ödəyirsə, deltadan kiçik istənilən müsbət ədəd də bunu ödəyəcək. Yəni, bu delta yeganə deyil. Bu deltanı istədiyimiz qədər kiçik seçə bilərik. İndi, bunu bir ədəd oxumda göstərək. 0 buradadır. A buradadır. Bu, A-nın delta ətrafıdır. A minus delta, A plus delta. Həmin deltanı seçmişəm. Bu da B olsun. B A-dan böyükdür. B minus delta buradır. B plus delta da buradır. İndi bu deltanı, əslində bu aralıqlar kəsişmir. Amma orada bir şübhə varsa, bu deltanı elə seçərik ki, A plus delta kiçik olar B minus deltadan. Yəni, 2 delta kiçikdir B çıxa, delta kiçikdir B çıxa bölü 2. Yəni, deltanı B çıxa bölü 2-dən kiçik seçərik. Çünki bir delta ödəyərsə bu münasibəti, deltadan kiçiklər müsbət ədədlər də ödəyəcəm təbii ki. İndi bizim yuxarıda dediyimiz TN-lər sıfıra yığılırdı təbii ki. O zaman elə bir emnat ədədi olacaq ki, bu TM A minus deltadan kiçik olacaq. Və bu TM-i mən həm də 2 deltadan da kiçik seçirəm. Elə bir delta seçirəm. Elə bir M seçirəm ki, bu TM dövrü həm A minus deltadan kiçik olsun, həm də 2 deltadan kiçik olsun. TN-lər sıfıra yığıldığına görə bunu eləyə bilərəm. TM-i burada qeyd etdim. İndi nə edəcəm? Burada. Burası çox önəmli. K1 olaraq elə not ədədi seçirəm ki, K1 not ədədi, K1 vur TM böyükdür A minus delta bərabərsizliyini ödəyən ən kiçik not ədəd. Olsun. İndi Arximed xassəsinə görə TM-in elə bir natural misli var ki, o A minus deltadan böyük olur. Təbii ki. İndi buradakı bu K1 1 ola bilməz. Çünki K1 1 olsa TM böyüdür A minus delta, amma mən TM A minus deltadan kiçik seçmişəm. O məqsəddən eləmişdim onu. Buradakı K1 2-dən böyük bərabər olmalıdır. İndi
Təbii ki, bu bərabərsizliyi ödəyən, yəni elə NATO ədədlər var ki, onun T-nin misli A minus deltadan böyük olur. Arximed xassəsinə görə elə NATO ədədlər var və o NATO ədədlərin ən kiçiyinə K1 deyirəm. NATO ədədlər çoxluğunun boş olmayan istənilən alt çoxluğunun ən kiçik elementi var tamam nizamlama teoreminə görə. İndi mən iddia edirəm ki, bu K vur T mədədi A minus delta A plus delta aralığına düşür. Yəni K1 vur T'm A plus deltadan kiçik olmalıdır, onu göstərəcəm. İndi təbii ki, K1 vur T'm bu şərti ödəyən ən kiçik olduğuna görə K1 minus 1 də bir NATO ədəddir. Çünki K1 2-dən böyük bərabərdir. Bunu T'mə vursam artıq o bərabərsi ödənməyəcək. Çünki ödəyən ən kiçiyi K1'dir. O zaman bu A minus deltadan kiçik bərabər olmalıdır. Bu aydın məsələdir. İndi K1 vurulsun T'm böyük bərabər A plus delta olarsa onda burası çox önemli. K1 vurulsun T'm buradadır. K1 vurulsun yox. K1 minus 1 vur T'm. Bu kırmızı hissədədir. İndi K1 vur T'm A plus deltadan böyük olsa o burada olacaq. A plus deltanın özdə olacaq. Bu tərəf yəni A plus deltanın sağında olacaq. O zaman olarsa ki məsafə olarsa onda K1 vur T'm ilə K1 minus 1 vur T'm arasındakı məsafə bu aralığın uzunluğundan böyük olar. Yəni böyük bərabər 2 delta olar. Bu bizə nə verir? Bu bizə T'm verir. T'm böyük bərabər 2 delta olar. Bu da ziddiyyət. Niyə? Çünki T'mi 2 deltadan kiçik seçmişdim. O məqsədlə seçmişəm onu. Ziddiyyət. Deməli, K1 vurulsun T'm, biz bunu ispat seçdik. Deməli, A minus delta kiçikdir K1 minus T'm, o da kiçikdir A plus delta olmalıdır. Bir sözlə, K1 vurulsun T'm olmalıdır harda? A'nın həmin delta ətrafında. Bunu göstərdim. Deməli, elə bir K1 NATO ədədi var ki, K1 vurulsun T'm A'nın delta ətrafındadır. Analoji olaraq, elə K2 NATO ədədi var ki, K2 vurulsun T'm B'nin delta ətrafında olacaq. B'nin delta ətrafındadır. Bunu ispat etdik. İndi F K1 vurulsun T'm funksiya dövrü funksiya olduğuna görə bu F0'a bərabərdir. F K2 vurulsun T'm bu da F0'a bərabərdir. Buradan alınır ki F K1 T'm bərabərdir F K2 T'm. Bu da ziddiyyət. Səbəb, baxın burada nə ispat etmişdim? İspat etmişdim ki, istənilən x daxildir A'nın delta ətrafında olan istənilən x üçün və B'nin delta ətrafında olan istənilən y üçün fx fy-dən kiçik idi. Bunu ispat etmişdim. İndi x olaraq bunu x seçək. K1 vur T'm A'nın delta ətrafındadır. K2 vur T'm B'nin delta ətrafındadır. Onlar bir-birinə bərabər olmaz. Yəni f K1 T'm kiçik olmalıdır f K2 T'm. Deməli bu nədir? Ziddiyyət. Deməli f funksiyasının ən kiçik müsbət dövrü olmalıdır. Bir sözlə T0, oradakı T0 müsbət olmalıdır və o T0'da minimum x olur. Yəni müsbət dövrlərin ən kiçiyi vardır. Bununla da teorem ispat olundu. Bu teoremi hardasam 6-7 il bundan qabaq ispat etmişdim. Amma ispatı bir yerə yazmamışdım. Sonra bir müəllim dostumuz soruşdu, bunu necə ispat eləmək olar. Bir xeyli fikirləşəndən sonra yadıma sala bildim ispatı. Amma onu xatırlayıram ki, o vaxtı başqa cür eləmişdim. İndi biraz ispatımı daha yığzam şəklə saldım. Amma həqiqətən çox maraqlı məsələdir. Ümid edirəm ki, izləyənlər də başa düşmüşdür. Növbəti videoda görüşərik. Sağ olun.